Hər vaxtınız xeyir olsun. Gündəm xəbərini efirində ənənəvi olaraq günün hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Belə ki, bu gün 18 oktyabr tarixidir və oktyabrın 19-una olan hava haqqında məlumat isə Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən isə yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16 dərəcə isti, gündüz isə 19-23 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın bölgələrində isə havanın yağmursuz keçəcəyi gözlənilir, lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı ehtimal edilir. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 dərəcə isti, gündüz isə 20-24 dərəcə isti olacağı gözlənilir. Dağlarda isə gecə 0-4 dərəcə isti, gündüz isə 5-10 dərəcə isti olacağı proqnozlaşdırılır.